Yenə bir sualda deyilir ki, biz xaricdə yaşayırıq. Ət məhsullarını, yəni halal ət məhsulu tapmaq biraz çətindir. Ərim də səhlənkarlıq edir, gedib uzaq yerdən, halal ət uzaq yerdə satılır. Oradan o əti alıb gətirməyə tənbəllik edir. Nə nəsiyyət edərdiniz bizə? Demək, nəsiyyətim budur ki, Allahdan qorxun. Halal olandan yiyin. Allah Subhanahu Quran-ı Kərimdə 2 ayrı-ayrı ayədə əvvəlcə peyğəmbərlərə, sonra möminlərə müraciət edir, əmr formasında. Yer üzündə təmiz və halal olandan yiyin. Əmrdir bu. Və ət nə vaxt halal sayılır, bilirsiniz. Kəsən adam müsəlman olmalıdır, kəsdiyi də Bismillahlə olmalıdır. Lakin siz xaricdə kitab əhlinin arasında yaşayırsınız. Əgər tapa bilsəz müsəlmanların kəsdiyi yer, nə gözəl. Yoxdursa, kitab əhlinin kəsdiyi də bizə halaldır. Maidə surəsinin 5-ci ayəsinə görə. Kitab əhlindən görsəz ki, kəsilib, gəlmişsiniz basara, görürsünüz ki, heyvanı kəsiblər. Rahat alıb onu yiyə bilərsiniz. Amma yoxsa heyvanı tokla öldürüblər, başına kuvald vurub, əvvəlcə öldürüb, sonra kəsiblər. Belə şeylərdən uzaq durmaq lazımdır. Allahdan qorxun, nə halaldırsa ona meyl etməyə tələsin. Əgər biri halal olmayan ət gətiribsə, onu başqa müsəlman olmayan birisinə vermək olarmı? Bu məsələdə ixtilaf varmı? Heç bir ixtilaf yoxdur. Əgər özün yemirsənsə onu, bilirsən ki, bu haramdır, başqasına da onu verə bilməzsən, çünki günah işdə vasitəçilik etməyin özü də sənə günah qazandıracaq. Allah Subhanahu Quranda deyir ki, günah işlər görməkdə vasitəçi olmayın, yardım etməyin. Ona görə istənilən bir günahda o günahı özün eləməsən belə, yardım eləsən, sən günah qazanırsan. Məsələn, sən içki içmirsən, amma o içkini maşına qoyub, daşıyırsan, kiməsə verirsən ki, o içsin. Onda günah qazanırsan, özü də böyük günah qazanırsan. Və s.